Salam tüyentler, bu videoda fizikanın ikinci şans blok imtihanında karşılaşılabilecek 3 faiz sual etmeye bakacak. Suala bir atım bir şekilde izah edeceğim ki suala daha rahat ve daha etraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma da edeyim ki eğer böyle videonun adamını sizse video beğenmeyi, kanala abone olmağı ve bir videolar şey yazmayı unutmayın. Bunu etmeyle mənə çox böyük bir dəstək olmuş olasınız. Hər bizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ki, bir sualımızdan davam edək. İnduktivliyi 5 olan elektromanqet EHG-si 110 volt ona cərəyan mənbəyi qoşulmuşdur. Dövrən açan enerji 8 amper bölü saniyə sürətlə azalırsa, yəni ümumi EHG indi hesablayın. İlk önce gəlin başlangıç EHG-yə baxaq, yəni epsilon 1-ə. O nəyə bərabərdir? 110 volta bərabərdir. Deməli buraya yazıram, 110 volt. Bunu buradan bildim. İndi mən buradan epsilonu gəlin hesablayaq. Epsilon bərabərdir. Nəyə bərabərdir? Mənfi delta fi bölünsün delta t. Bunu buradan yazdım. İndi mən bir yandan bilirəm ki, delta fi özü nəyə bərabərdir? R delta i-yə. Bunu da buradan bildim. İndi mən bu ifadəni gəlib burada yenə yazsam, olur nə? Deməli baxın, bu ifadəni gəlib burada nə? Yenə yazsam, olur nə? Belə kimi bir ifadə alınacaq. Yəni epsilon bərabərdir. Deməli mənfi delta fi bölünsün delta t. O da bərabərdir. Delta fi'ni yeni yazsam baxın bu ifadəni. Olur nə? Mənfi deməli L delta i bölünsün delta t. Bunu buradan yazdım. Buradan alıram nə? Epsilon bərabərdir. Deməli mənfi L delta i bölünsün delta t. İndi mən buradan bilirəm ki, ümumiyyətlə sürət nədir? Sürət yolun zamanı olan nisbətidir. Sürət yolun zamanı olan nisbətdir. Onda deməli cərəyan şəklində zamanı olan nisbəti bizə cərəyan şəklinin dəyişmə sürətini bizə verir. Yəni qısaca burada delta i bölünsün delta t. Bu nədir? Cərəyan şiddətinin dəyişmə sürəti. Bunu buradan bildim. Deməli, cərəyan şiddətinin dəyişmə sürəti 8 amper bölü saniyədir və azalır. Onu mən bəlkə kimi yazıram. Cərəyan şiddətinin dəyişmə sürəti bərabərdir. Birinci bizə deyir ki, 8 amper bölü saniyəsi yazıram 8. Və azalırsa yazıram bura mənfi. Çünki biz bilirik ki, azalma mənfidir, artma müsbətdir. Əgər azalsa biz buna mənfi götürürük. Mənfini götürdüm. Onda olacaq bəlkə kimi. Deməli, gələnləri buradan hesablayaq. Deməli, epsilon bərabərdir. Deməli, mənfi L delta i bölünsün delta t. İndi biz buradan tapdıq ki, delta i bölünsün delta t nədir? Mən mənfi 8. Onda yazan belə etmiş. Deməli, mənfi. İlk önce buradan induktiviyə baxaq. İnduktiviyə nə qədərdir? Buradan baxırıq. Görürük ki, 5'dir. Onda yazım yenə 5. Deməli, mənfi 5 vurulsun. Delta i bölünsün delta t nədir? Buradan baxdıq. Mənfi 8'ə bərabər. Onda yenə yazım. Mənfi 8. Mənfi 8. Mən də biləm ki, bu mənfi ilə bu mənfi gedir. Olur nə? Müsbət. Deməli, 8'də 5'ə vuram. Olur nə? Müsbət 40. Bunu buradan tapdım. Deməli, epsilon 2 nəyə bərabərdir? Müsbət 40'a bərabərdir. Onda olacaq belə kimi. Deməli, epsilon 1 110 voltdur. Epsilon 2 də nədir? 40'dır. Bizdən də burada soruşur ki, ümumi EHG indi hesablayır. Ümumi EHG də nəyə bərabərdir? Yazıram buradan epsilon ümumi, yəni ümumi EHG bərabərdir. Epsilon 1 ilə epsilon 2-nin cəbri cəmli. Epsilon 1 nədir? 110 voltdur. Epsilon 2 nədir? 40'dır. Onda 110 üzərinə nə gələm? 40'ı gələm. 110 plus 40, o da bərabər nəyə? 150 volta. Camımız ucu neçə? 150 volt. Bunun da uyğun variant buradan hansıdır? Buradan baxırıq. C variantını bizə vereyim. İndi keçək növbəti sualımıza. Deməli, gələnləri buradan hesablayaq. Deməli, epsilon bərabərdir. Deməli, mənfi L delta i bölünsün delta t. İndi biz buradan tapdıq ki, delta i bölünsün delta t nədir? Mən mənfi 8. Onda yazan belə etmiş. Deməli, mənfi. İlk önce buradan induktiviyə baxaq. İnduktiviyə nə qədərdir? Buradan baxırıq. Görürük ki, 5'dir. Onda yazım yenə 5. Deməli, mənfi 5 vurulsun. Delta i bölünsün delta t nədir? Buradan baxdıq. Mənfi 8'ə bərabər. Onda yenə yazım. Mənfi 8. Mənfi 8. Mən də biləm ki, bu mənfi ilə bu mənfi gedir. Olur nə? Müsbət. Deməli, 8'də 5'ə vuram. Olur nə? Müsbət 40. Bunu buradan tapdım. Demək, epsilon 2 nəyə bərabərdir? Müsbət 40'a bərabərdir. Onda olacaq belə kimi. Deməli, epsilon 1 110 voltdur. Epsilon 2 də nədir? 40'dır. Bizdən də burada soruşur ki, ümumi EHG indi hesablayır. Ümumi EHG də nəyə bərabərdir? Yazıram buradan epsilon ümumi, yəni ümumi EHG bərabərdir. Epsilon 1 ilə epsilon 2-nin cəbri cəmli. Epsilon 1 nədir? 110 voltdur. Epsilon 2 nədir? 40'dır. Onda 110 üzərinə nə gələm? 40'ı gələm. 110 plus 40, o da bərabər nəyə? 150 volta. Camımız ucu neçə? 150 volt. Bunun da uyğun variant buradan hansıdır? Buradan baxırıq. C variantını bizə vereyim. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda karşıdan qapalı sağdan keçən maqnit seli. Bunu tapmaq üçün mən ikinci nə edirəm? Mən ikinci burada baxıram nəyə? Görürəm ki, bu hissə ilə bu hissə birbirine paralel birləşir. Bunu buradan bilirik. Əgər bu ikisi birbirine paralel birləşibsə, burada gərginliklər birbirine bərabər. Yəni bu hissədə U-dursa, bu hissədə U-ya bərabərdir. Bunu buradan bilirim. İndi birinci baxırıq burada karşının açıq olan vəziyyətdə. Açıq olan vəziyyətdə mən bilirəm ki, cərəyan gəlib buradan keçəcək və belən kimi. Sonra buradan gəlib buradan keçəcək və buradan keçmiş olacaq. Daha artıq burada karşının açıq vəziyyətində keçməyəcək. Niyə? Çünki cərəyan şiddəti karşının açıq olan vəziyyətində keçmir ona görə. Onda deməli mən bu hissəyə olan cərəyan şiddəti tapsam, deməli I açıq bərabərdir. Belən kimi yazıram. Deməli I açıq bərabərdir. Deməli bu hissədən keçən gərginlik nədir? Yəni bu hissə olan gərginlik nədir? U. U bölünsün. Bu hissə olan deməli bu müqavimət nədir? R. Yazıram R. O da bərabər nəyə? I-yə. Bunu buradan tapdım. Burada indi baxıram I-nin qapalı olan vəziyyəti, yəni qapalı olan hissədə olanda cərəyan şiddəti nəyə bərabərdir? Bunu tapmaq üçün nə edirəm? Əgər ki bu açarımı artıq qapayanda, buradan artıq cərəyan şiddəti keçəndə həm bu hissədən gəlib keçir, həm də yuxarıdan gəlib keçir. Ondan da mən bunu belə kimi yazıram. Əgər
həm buradan, həm də buradan keçirsə, onda bu ümumi cərəyan şiddəti gedir və mən ümumi cərəyan şiddətini tapanda gərginlik, yəni ümumi gərginlik bölünməyə müqavimət, yəni L ümumiyə. Onda U bölünsün. Biz də bilirik ki, L ümumi nəyə bərabərdir? L ümumi bərabərdir. Əgər bu iki cihaz bir-birinə paralel qoşulsa, olur belən kimi. Deməli, L1, L2 bölünsünə L1 üstə gəlir L2. Bunu buradan bildik. İndi L1 nədir? R-dir. L2 nədir? R-dir. Bunlar da olduğu kimi qalır. Daha sonra bunları da yazıram. L əvranda olur. L kvadrat bölünsün L üstə gəlir L2R. Bunlar ixtisar gedir, qalır nə? L bölünsün 2. Bunu buradan bildim. O da həm bu L bölü 2 ifadəsini mən burada yeni yazam. Olur nə? L bölü 2, yəni U bölünsün L bölü 2. 2 də qalxır yuxarı olur nə? 2U bölünsün R. Mən də buradan bilirəm ki, U bölü R nə idi? I idi. I ilə əvəzlərim. Onda mən də bunun yerinə U bölü R-in yeni yazdıram nə? 2. Onda olur belən kimi 2I. Görürəm ki, başlanğıcda I idi, sonda nədir? 2. I-dən 2 yerə neçə dəfə artıb? 2 dəfə artıb. Onda deməli cərəyan şiddəti 2 dəfə artmış olacaq. Buna da olan variant burada hansıdır? Buradan baxırıq. B variantı yəni 2 dəfə artar. İndi keçək növbəti sualımıza. Son sualımızın 3-cü sualında birinci sarğacdan keçən maqnit F olarsa, ikinci sarğacdan keçən maqnit C nəyə bərabər olar? İkinci mən buradan görürəm ki, bu cihazla bu cihaz birinə paralel qoşulur. Paralel qoşulsa burada gərginlik bir-birinə bərabərdir. Yəni birincisi olan gərginlik, yəni U1 bərabər nə? İkincisi olan gərginlik, yəni U2-yə bərabərdir. Bunu buradan bildim. Mən gəlin indi burada belə bir şey eləyək. Ta ki məsələn mən buradan deyirəm ki, buradan keçən cərəyan şiddəti nədir? I-dir. Onda deməli I2 nəyə bərabərdir? I-yə bərabərdir. I2 bərabərdir I. Mən bu hissədən keçən ümumi gərginliyi tapıram. Yəni bu hissənin ümumi gərginliyi tapıram. Deməli U2 bərabər nə? Deməli I2 olsun nə? L2-yə. Mən bilirəm ki, I2 nədir? I-dir. I-dir. Vurulsun. L2 nədir? Burada baxıram. 2R-dir. Bunu yeni yazıram. 2R. O da bərabər nəyə? 2 yerə. Bunu buradan tapdım. Deməli U2 nəyə bərabərdir? 2 yerə. Bunu buradan tapdım. Mən də bir yana bilirəm ki, U1 U2-yə bərabərdir. Əgər U2 2 yerdirsə, onda U1 də U2-yə bərabər olduğu üçün deməli U1 də 2 yerə bərabərdir. Bunu buradan bildim. İndi mən bir yana bilirəm ki, əgər bu hissə olan gərginlik 2 yerdirsə əgər, onda bu hissənin keçən cərəyan şiddəti, yəni deməli belə deyək də, U1 2 yerdir. U1 uyğun olan müqavimət nədir burada? R-dir. Bunu buradan bilirik. Onda L1 əgər R-dirsə, L1 R-dirsə, onda I1 nəyə bərabər olur? Buradan deməli U1-i böləm nəyə? Deməli U1-i böləm nəyə? U1-i böləm burada L1-ə. O da bərabərdir. U1 nə qədərdir? 2 yerdir. Bölünsünə L1 nə qədərdir? R-dir. L-lər buradan ixtisara qədər qalır burada nə? 2. Onda I1-ə neçə düşür? 2 düşür. Yəni buradan keçən cərəyan şiddəti nəyə bərabərdir? 2-yə bərabərdir. Bunu buradan bildik. Deməli mən burada məsələn daha da aydın bir şəkildə həll etmək üçün həmin bu şəkildə burada daha da aydın bir şəkildə burada çəkdim. Mən indi baxıram nəyə? Mən buradan görürəm ki, I1 nədir? U1 bölünsün L1. O da 2 yer bölünsün R. O da bərabər nəyə? 2-yə. Bunu buradan tapdıq. Onu deməli L1'e I1 uyğun olduğu üçün və I1 də 2 olduğu üçün deməli buradan keçən cərəyan şiddəti nədir? 2-yə bərabərdir. Bunu buradan tapdım. Və L2 də I2 olduğu üçün və I2 də nəyə bərabərdir buradan? Buradan tapmışdır. I2 bərabər nəyə? I-yə. Onda bu hissədən keçən cərəyan şiddəti nəyə bərabərdir? I-yə bərabərdir. Bunu da buradan tapdıq. İndi maqnit C-də mən bir yandan bilirəm ki, F bərabərdir L-dir. Bunu da buradan bildik. İndikli sabit olduğu kimi qalır. L bərabərdir konstant. Mən də buradan bilirəm ki, F ilə düz as. Yəni I nə qədər artırsa, F də o qədər dəfə artır. İndi mən buradan görürəm ki, biz indi burada deyik ki, burada birinci sarğacdan keçən maqnit C-dir, F-dir. İndi buradan demək birinci sarğac hansıdır? Budur. Çünki L1 bərabərdir L-dir. Onda burası nədir? F-dir. Mən də bilirəm ki, əgər və buradan da mən bilirəm ki, L-lər eyni deyənə L bərabərdir konstant, ona görə yazım. Yəni L bərabərdir konstant. Və buradan mən bilirəm ki, F L-dir. Yəni I neçə dəfə artırsa, F də o qədər dəfə artır. Birinci hissədə 2 idi. Son olur nə? I. 2-dən I-yə neçə dəfə azalır? 2 dəfə azalır. 2 dəfə azalır. Onda F-də 2 dəfə azalacaq. Olacaq nə qədər? Deməli, F-də 2 dəfə azalacaq. Olacaq nə qədər? F bölü 2. Yəni bu olacaq cavab nə? F bölü 2. Yəni ikincisi olan F2 nəyə bərabər olmuş olacaq? F bölü 2-yə bərabər olmuş olacaq. Böyle götürdüğümüzü bir dənə də təkrar izah etmiş olsa, F1 bərabər F-dir. Deməli, I1 ilə bərabər nədir? 2 idi. Bunu buradan bildik. İndi I2 ilə bərabər nədir? I-dir. Onda biz buradan F2-ni tapmalıyıq. Mən də biləm ki, I1-dən I2-yə cərəyan şiddəti 2-dən I-yə düşüb. Yəni 2-dən I-yə düşüb. Yəni 2 dəfə azalıb. Bunu buradan bildik. Əgər bu 2 dəfə azalırsa, deməli F ilə I-lə düz asıdır. Yəni bu 2 dəfə azalırsa, bu da 2 dəfə azalmalı. Onda F ilə 2 dəfə azalır, olur neçə? F bölü 2. Cavabımız olur neçə? F bölü 2. Böyle olan variant buradan hansıdır? F bölü 2, yəni A variantı. Belki de bu videoya fizikanın ikinci şansı blok imtihanında karşınıza çıkabileceği 3 sual sualtma vaxtı. Suala bir atım bir şekilde izah edeyim ki, suala daha rahat ve daha etraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma da edeyim ki, eğer böyle videolardan davam edirsinizsə, video beğenmeyi, kanala abone olmağı ve videolara şey yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. Növbəti videolarda görüşəndə sağ olun, salamatçılar qalın.